Salam aleykum. Deməli, riboza karbon 5, H10, O5'dir. Bu riboza. Sonra dezoksiriboza karbon 5, H10, O4'dür. Sonra fruktoza karbon 6, H12, O6'dır. Glikoza da karbon 6, H12, O6'dır. Bunlarda deməli açıq zəncirdə və qapalı zəncirdə asimetrik. Dezoksiribozada açıq zəncirdə 2 dənə, qapalıda 1 vahid çox. Ribozada 3 dənə, qapalıda 1 vahid çox. Fruktozada 3 dənə, qapalıda 1 vahid çox. Glukozada 4 dənə, qapalıda 1 vahid çox olacaqdır. Bunların hidrogenləşmə məhsulu dezoksiriboz hidrogenləşəndə alınan birləşmənin açıq zəncirində asimetrik karbon sayı dəyişmir. Eyni zamanda ribozla hidrogen reaksiyasından alınan birləşmədə deməli asimetrik karbon sayı 1 vahid azalacaq, 3-dən 2-yə düşəcək. Eyni zamanda fruktozla hidrogenləşəndə asimetrik karbon sayı 1 vahid artacaqdır, 3-dən 4-ə yüksələcək. Glukozla hidrogenləşəndə asimetrik karbon sayı deməli dəyişməyəcəkdir. İndi burada riboza karbon 5, H10, O5. Fruktoza karbon 6, H12, O6, X mol, Y mol. Asimetrik deməli açıq zəncirdə ribozada 3X, fruktozada deməli 3Y bərabər 21, hər tərəfi 3-ə bölürəm. X plus Y bərabər 7X buradan bərabərdir. Deməli 7 çıxılsın Y-ə. Hidrogenləşəndə dedi ki, ribozada 1 vahid əskilir, 2X olur. Fruktozada 1 vahid artır, 4Y olur, bərabərdir 22. 2 vurulsun X-in yerinə 7 minus Y üstə gəl. 4Y bərabərdir 22'yə. Buradan 14 plus 2Y bərabərdir 22. 2Y bərabər 8, Y bərabərdir 4. Onda X də buradan 3'ə bərabərdir. Bizdən də ribozanı soruşur. Riboza X idi. Doğru cavab 3 olacaq.